Ötən il noyabrın 1-də Bakı Dəmir Yol Vağzalının və metronun 28 may stansiyasının yaxınlığında park istifadəyə verilmişdi. Ümumi sahəsi 3,5 hektar olan parkın rəsmi açılışında dövlət başçısı cənab İlham Əliyev də iştirak etmişdi. Lakin sözü gedən park bir neçə ay əvvəl istifadəyə verilsə də artıq ərazidə təmir bərpa işləri aparılır. Daş döşəmələrin əksəriyyəti sıradan çıxıb, yol örtüyündəki biltələrin yerində çox sayda deşik yaranıb və siz hal-hazırda fotoları görürsünüz, izləyirsiniz və qeyd edək ki, yenidən qurma işləri çərçivəsində ərazidə minik avtomobillərin hərəkəti ləğv edilərək müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb, köhnə döşəmə örtükləri ləğv edilərək qranit bardurlar düzülüb və təqribən 22.000 kvadrat metr qranit döşəmə örtüyü salınıb. Ərazidə ümumi sahəsi təqribən 2300 kvadrat metr olan yaşıllıq yaradılıb. İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15.000-dən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb, həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerji doldurma məntəqəsi quraşdırılıb. Yəni bir daha xatırladım ki, mövzumuzun, yəni xəbərimizin əsas, yəni sözünün canı, sözünün Mustafası odur ki, yəni bir neçə ay bundan əvvəl orada əsaslı təmir, yenidən qurma işləri aparılıb və bir müddətdən sonra artıq sözü gedən ərazidə yenidən təmirə niyə ehtiyac yaranıb? Demək, tikinti zamanı qaydalara və yaxud da ki, tikintinin keyfiyyətinə lazımi diqqət yetirilməyib.